Türkiyəli aktrisa Nurgül Yeşilçayın İstanbuldan köçməsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Məşhur simalar sıxlıqdan, tıxaclardan və insanların aqressiv davranışlarından yorularaq böyük şəhərləri tərk etməyə üstünlük verirlər. Azərbaycanlı müğənni Abbas Bağırov da bu səbəbdən Bakını tərk edərək Gəncəyə köçmüşdü. O, şəhərdəki tıxacların gündəlik həyatına mənfi təsir etdiyini bildirmişdi. Qlobal İnfoza danışan sosioloq Elçin Bayramlı deyib ki, Bakıda müşahidə olunan sıxlıq artıq xəstəlik mənbəyinə çevrilir. Stat: Yaxın 15 ildə şəhərlər dəhşətli vəziyyətə çatacaq, yaşayış xərcləri həddən artıq bahalaşacaq, ekoloji durum pisləşəcək, hərəkət imkanları çətinləşəcək. Ona görə də indidən ağıllı insanlar şəhərlərdən kənara köçməyə çalışırlar. Regionları inkişaf etdirmək, Bakıdakı əhalinin ən azı yarısını regionlara yönəltmək lazımdır. Kəndə qayıdış adlı böyük bir proqram hazırlanmalı, regionlarda müxtəlif vergi güzəştləri, dövlət yardımları, biznes kreditləri, özünəməşğulluq çərçivəsində dəstəklər olmalıdır. İşğaldan azad olunmuş ərazilər çox böyük potensiala malikdir. Elə 1 milyon insanı ora köçürmək mümkündür. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.